Mən tikinti üçün yer axtarıram. Haranı soruşdumsa dedilər icra başçısındır. Bu qədər torpağı nə edirsiniz? Mən o qədər patriot adamam ki, vətəndən doya bilmirəm. Torpağına qurbanım, doya bilmirəm də. Cənab başçı, 29 eviniz, 200 hektar torpağınız, saysız hesabsız maşınlarınız, obyektləriniz var. Bəs bunları hansı pulla almısınız? Mən bu suala pas deyirəm. Növbəti suala keçək zəhmətimizə. Mənə tarixdən sual verin. Yəni mən belə mövzularda zəifəm. Cənab başçı, bu sahibsiz itlərin əlindən biz evdən bayıra çıxa bilmirik. Onlara dair bir tədbir görün, xahiş edirik sizdən. Hə, sahibsiz itlər deyil, sənsən. Onların sahibi var. Hər yeri zəft eləmişsiniz. Şəhərdə 20 yerdə eviniz var. Bu talançılıqdır. Bəli, çox diqqətsizsiniz. Mənim şəhərdə 20 dənə evim var. Amma mən saf niyyətlə eləmişəm bunu. Bir icra başçısı kimi hamınıza yaxın olmaq istəyirəm. Vallah belə olmaz. Balaca betonarxanı açmaq üçün də sizə pul verməliyəm. Məni açmaq sözü varsa mən pulumu alıram. Rayonda şpakat açmaq istəyəndə gəlir birinci pulunu verir, tasını ödəyir, sonra gedir açır. Başqa rayonların icra başçıları rüşvət və korrupsiyaya görə həbs olunublar. Bu sizi qorxutmur? Bilirsiniz xanım, nətər izah edeyim. O ağcaqanad adamın qoluna qonub, o qanı sovurur. Bilir ki, yenə də şillərlə vurub öldürəcəklər, amma yenə də sovurur. Amma bizdə də elədir. Vurulana kimi yeyirik. Cənab başçı, sakinlər şikayət edir ki, sizin qabınıza düşə bilmirlər. Buna münasibət bildirərdiniz. Çoxu turnikdən kəsilir. Mənim qabıma düşmək üçün 12 dənə turnik 200 dənə jin vurmalıdır. Mən özüm bunu qəsdən eləmişəm ki, insanlar sağlam həyat tərzi keçirsin.